Nərgiz, bəs səni intihardan saxlayan şeylər nə oldu? O an içində nə düşündün, nə hiss etdin ki, o intihar etmədin? Əslində intihara dəli olduğumu düşündüyüm üçün öldürmək istəyirdim özümü. Mənə elə deyirdilər ki, sən dəlisən. Təbii Sonra çıxdı ki, qaynatam şizofren imiş. bir psixoloq olaraq deyə bilərəm ki, bir ağıllının yanında ona 40 gün dəlidir, dəli olacaq. Öz hisslərindən qorxmağa başlayacaq. Özümü çox əməlli başlı dəli kimi deyirdim, mən dəliyəm, uşağıma zərər verəcəm, ailəmə zərər verəcəm. O qədər demişdilər mənə ki, sən dəlisən, sən dəlisən, sən. Çünki bilirsiniz necə? Məni əzmələrini, mənim oradan çıxa bilməməmin səbəbi də qonşuda mənim nənəmgilin yaşaması idi. Onlar mənim döyüldüyümü görürdü ana tərəfim. Mən indi ana tərəfimdən çox əlaqədə deyiləm. Sevirəm onları, amma əlaqədə deyiləm. Artıq insan öz dəyərini biləndən sonra, gücü ilə ayaqda durandan sonra qan bağında olsun, sevdiklərində olsun, düşmən kəsilmirəm. Düşmənlik mənə görə deyil. Sərhəd qoyuram. Sevirəm, məsafə. Sevirəm, məsafə. Və anladım ki, ən gözəli buymuş. Nifrət etmədən o pərdəni örtmək, o qapını onların üzünə bağlamaqdır. Və mənim ana nənəmgil, dayılarım, gəlinlərim mənim burada döyüldüyümü bilə-bilə səslərini çıxarmırdılar. Və buna rəğmən mən də özümü artıq dəli sanırdım ki, demək ki, mənəm səhv ki, heç kim səsini çıxar. Gəldik intihar mövzusuna. O gün səhər durdum, səhər tezdən, namazımı qıldım. Azan vaxtı idi. Qızıma baxdım, qızım yatıb. Qızımın atası da yatıb, evdə hər kəs yatıb. Gəldim, təzə ip almışdılar. İnək üçün. İpi xurma ağacından, xurma ağacı da tez qırılırmış. Onu o anda o qədər şey olmuş, düşünməmişəm. Balaca masalar. Çıxdım, bağladım. Gücüm yetdiyi qədər bir ipi düzəltdim, başıma keçirtdim. Sadəcə bu qədər məsafə idi. Bilirdim, ayağım yerə çatmayacaq. Şeyi atacaqdım kənara. Tamamilə ki, ayağım dəyməsin. Çünki bilirdim ki, insan öləndə qurtulmaq istəyir. Amma onu belə artıq maraqlı deyildi mənə. O anda qızım da gözümdə deyildi. Balaca qızımı itirmişdim. Böyük qızım Samira da yatıb. Mən özümü ona layiq bir ana da olaraq görmürdüm. Nə qızımın atasına, nə ailəyə, heç birinə layiq. Mən çox iyrənc bir insan idim, dəli idim. Onlara zərər verirdim. Heç nə dediklərini eləyə bilmirəm. O qədər şey eləyirəm, amma mən əslində yaxşı gəlin deyiləm. Çıxdım. İpi boynuma keçirdim. Kəlmə-i şəhadəti dedim. Bir də baxdım, Samira ağlayır. Necə ağlayır? Necə ağlayır? Samira da oyandısa yatmırdı. Samira da 3 yaşına qədər yatmaqdan məni incidib, çünki yatmırdı. Mən bilirəm ki, qızımın atası gəlsə, görsə ki, mən hələ ölməmişəm, məni öldürməz. O qədər tanıyıram onu. Məni çıxarıb, məni o qədər döyər, ölməkdən betər, amma ölmək istəyirəm axı. Mən sadəcə canım qurtulsun istəyirəm bu həyatdan. Döyülməkdən bezmişəm. O qədər başımın burasına yumruq belə vururdu. O qədər yumruq yemişdim ki, mənim sümüyüm, buradakı baş sümüyü biraz belə içə batıb. Və əvvəl bunu qəbul eləmədim. Doktor dedi ki, bəs belə bir şey mümkündür. Eyni yerə o qədər zərbə oldu, bir də pis zərbə. Və mən illərdir, diqqət edərseniz, mən zakolka deyirik. Broş vurmuram başıma çox. Çünki o qədər başımda sınıb batırdı ki, başıma bir anda vururdu və mən havalanırdım.